ki, tərəflərinin uzunluğu verilmiş. Üçbucaq tərəflərin uzunluğu verilir deyir. Mən də yazıram. Bəli, üçbucağın 3 dənə tərəfi, 3 dənə element yazacağam. A bərabər, B bərabər. Bəli. İntimput. Bəli. Əgər bərabər tərəfdirsə, if A B-yə, B də C-yə bərabərdirsə, print bərabər tərəfidir. Bəli. Sonra düşürük elifə, elifdə yazırıq A bərabərdir B-yə, and A bərabərdir C-yə. Ay sağ ol, şərt yazıram. Deyirəm. Or. Onlar hamısı bir-birə bərabər olacaq, o yazın istifadə Əvvəlcə ənddən istifadə edirəm da, düzdür, A bərabərdir B və ümumiyyətlə ənd yox, elə hər üçündə yazsam belə. Bərabər tərəf. Bu, bəli, printerin içərisində yazıram ki, bərabər tərəfli. bərabər. Elifə, A bərabərdir B-yə, or, B bərabərdir C-yə, Ay sağ A ol. bərabərdir C-yə yazırıq. A bərabərdir B, or, A B bərabərdir. C, A bərabərdir C. A bərabərdir C. Print bərabər yanlı. bəli. Sonra Rahatdır. düşürük bura. A, el elif yazıb düşürük. A fərqlidir B-dən, B fərqlidir C-dən. Allah yazılır. Elif. Müxtəlif tərəfli. A fərqlidir Nida ilə. B-dən, düzdür? And Üçü də bir-birindən fərqli yazsaq nə olar ki? Bəli, yazmaq olar. Fərqlidir C yazsaq, əgər 2 nöqtə yazıram. print müxtəlif tərəfli. Müxtəlif, bəli. Aydın olur. Bəli. Bu da yəni olur. Babışın içində yazaq.